Əsərimizin təhlilinə keçmədən öncə Telegram kanalıma və YouTube kanalıma abunə ola bilərsiniz. Linkləri görürsünüz. Bu linklərdən axtarış edə bilərsiniz. Telegramda Orxan Müəllim, YouTube'da isə Orxan Əhmədov və ya Əhmədov Orxan yazaraq faydalı məlumatlardan ilk öncə sizin xəbəriniz olması üçün kanallara abunə olmanızı xahiş edirəm. Əsərimiz Abbasqulu Ağabaçxanovun Qurd və İlbiz adlı əsəridir. Əsərimizin forma əlamətləri və məzmun əlamətlərinə mütləq diqqət yetirməliyik, çünki müəyyən suallarda qarşımıza çıxa bilər. Forma əlamətləri nədən ibarətdir? Epik növdədirsə forma əlamətidir. Epik növdə təmsil janrındadır. Əsərimiz nəzmlə yazılmışdır və mənzum əsər sayılır. Şeir vahidimiz nədir? Beytlər formasındadır və 15 beytdən ibarətdir. Azərbaycan dilində təbii ki qələmə alınmışdır və məsnəvi şeir şəklindədir. Qafiyə quruluşumuz AA, BB və CC formasındadır. Bədii təsvir və ifadə vasitələrindən istifadə edilmişdir. Əsərimizin məzmun əlamətləri var ki, bunlar əsərimizin ideyası nədir? Əsərimizin ideyası odur ki, yersiz lovğalıq uğursuzluğun başlanğıcıdır və ya yersiz lovğalıq məhvə aparır. Mövzumuz yersiz lovğalığın tənqid edilməsi, təkəbbürlü olmağın fəsadları və s. Əsərdə iştirak edən iki obrazımız var. Bunlardan Qurd və İlbiz obrazıdır. Qurd mənfi obrazdır, İlbiz isə müsbət obrazı olacaq. Qurd harada yaşayırdı? Qurd almanın içərisində yaşayırdı və onun qorxma səbəbi nə idi? Güclü külək əsir və alma yerə düşür. Sonra külək səngiyir və almanın macəraları bundan sonra başlayır. O özünü qəhrəman hesab edirdi. Niyə? Çünki sağ qalır. Qurd özünü tərifləyirdimi? Bəli, özünü tərifləyir. Özünü bir qabil şəxsiyyət olaraq özünün gərəkli olduğunu deyir və Allahın onu ölümdən qurtardığını vurğulayır. İlbiz var burada ikinci obrazımız. Bu isə müsbət obrazdır və İlbiz Qurda yaxın daxmada yaşayırdı. Qurd İlbizin ona baxdığını görür və bu zaman İlbiz görək nələri bildirir. Özünün lovğa olduğunu, özünü minarəyə bənzədir. İlbizə məsləhət verir. Deyir ki, yanında küləkdən qorunacağını bildirir. İlbiz Qurda təəccüblə, heyrətlə baxır. Qurdun başına bu zaman güclü külək əsir və qurdun başına daha böyük bir alma düşür və o ölür. Əsərin əsas ideyası İlbizin dilindən verilir, yəni müsbət qəhrəman dilindən verilir ki, yersiz öyünmək, yersiz qürur məhvə aparır və onu məhv edir. Belə deyir ki, yersiz öyünmək, qürur məhv etdi axır onu. Və əsərimizdə müəyyən deyim, aforizm, hikmətli sözlə istifadə olunmuşdur. Bu, İlbizin dilindən deyilmir bu hikmətli aforizm. Şairin öz dilindən verilir ki, öz yurduna sığınmaq mənasız, əbəs ölümdən daha yaxşıdır. Yəni, öz yurduna sığınmaq yeydir, sarsaq ölümdən. Burada yey mənası yaxşıdır mənasında. Sarsaq ölüm deyəndə isə, yəni yersiz, əbəs ölümdən danışılır. Və sonda bonus olaraq sizə suallarda istifadə olunan ən çox nə yoxdur, nə var tipli suallarımız var ki, bunlardan məlumat verim. Təmsilimizdə nələr yoxdur? Əsərimizdə Qurd və İlbiz arasında diyaloq yoxdur, yəni söhbət, mükalimə yoxdur. Şair sonunda öz təxəllüsündən istifadə edirmi? Xeyr, şairimiz sonunda öz təxəllüsündən istifadə etmir. Əsərimizdə bədii sual varmı? Xeyr, əsərimizdə bədii sual yoxdur, amma inversiyadan istifadə edilmişdir, bu əsərdə var. Qurd cəsarətli idimi? Xeyr. Qoçaq idimi? Xeyr. Qurd cəsarətli və qoçaq obraz deyil. Əsərimizdə qorxmazlıq, cəsarət təriflənirmi? Xeyr. Bununla bağlı məlumat yoxdur əsərimizdə. İlbiz paxıl və qorxaq obrazı idimi? Xeyr. İlbiz deyir, qorxaq və paxıl olduğu üçün qurd obrazından yaxınlaşmır və yaxud da ki, ona güclü küləyin əsdiyini demir. Xeyr, belə bir hadisə yoxdur əsərimizdə. Qurd və İlbiz əsərinin təhlili bu qədər. Əsərimizin müəllifi Abbasqulu Ağabaçxanovdur və bu cür videoların, bu cür izahların, təhlillərin davamını istəyirsinizsə, YouTube kanalıma abunə olmağı unutmursunuz. Əsərlərin təhlillərinin PDF forması Telegram kanalında paylaşılmışdır.